Əli radiyallahu anh dedi ki, onlar bizim azın qardaşlarımızdır. Dedi, əlhəmdülillah. Mən indi gətirəcəm qardaşlar, Əli radiyallahu anh deyib, deməyib, niyə deyib, nə deməyib. Əli radiyallahu anh da xavariclər üçün nə var idi, deyəcəm onu. Əlhəmdülillah. Əli radiyallahu anh başımızın tacı, gözəl. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, onlar cəhənnəm köpəkləridir. Yer üzərindəki öldürülmüş ən şərlidir və onların öldürdülər ən xeyirlidir. Yəni, gördün öldür. Gördün öldür. Əgər mən onların vaxtına çatsam, Ad və Səmud qovmu kimi məhv eləyəcəm bir onları. Hamısını qıracam. Necə ki, Allah onları öldürdü, mən öldürəcəm. Götür, hansını götürürsən? Yenə deyirsən ki, Əli deyir ki, qardaşlarımızdır. Əli adamdır. Qurmuram, demirəm, odur. Adamdır mı? Xata eləyə bilərmi? Dediyi səhv ola bilərmi? Mən etiqad edirəm ki, səhvdir. Muhammed sallallahu aleyhi ve sellem dediyi söz haqqında mən səni bunu gözləyirəm. Ki, bismillah de. De ki, Muhammed sallallahu səhv deyib. De. O birisi ölənlərə 4 təkbir gətirir, sənə təkbir də gətirməyəcək, çünki sən kafirsən. Bismillah, gözləyirəm, ürəyli oğlan var mı eləncə desin ki, yox, yaxı, biz sən, Muhammed sallallahu deyib, amma qardaş deyək, yaxşı oğlan. Elə şey var, Allahın dinində elə var, oyun oynayırıq. Yoxdur, qardaş. Uşaq danışma. Ehtiyacın var, öl. Hansı sahibi ehtiyacın var deyib, xavariclə yaşayıb, ha? Elə şey olur. Adama təsəvvürlə, qardaşlar, biri ilə danışıram. Mən demirəm, faiz götür, faiz yer, nə bilim, neynə. Onsuz da eləyirsən, 2 zərərdən ən xəffi olmalıdır. Dedi ki, gedib xavaricədən pul götürəm. Dedim, get faiz götürdü, olmaz. Aydındır. Onlardan alma, onlara satma, bazarın yolunu göstərmə. İmam Əhməd deyir. Sən nə deyirsən? Xavariclər üçün, qardaşlar, Əli radiyallahu anhda nə var idi? Qalanc. Nəhravanda qalanc. Nəyin qardaşlığı, nə danışsan sən? Əli radiyallahu anhda xavariclər üçün yeganə bir dənə şey var idi, o da qılınc idi. Onları kəsəndən sonra, aydındır, və leş, cəhənnəm köpəklərini ora sərəndən sonra başçılarını tapıb Allaha şükür səcdəsi eləmək var idi Əli radiyallahu anhda. Qardaşlıq yox idi. Əli radiyallahu anhda söz deyib mi xavariclər haqqında? Deməyib. Elə şey deməyib. Qardaşlarımızdır. İxvanu yəbbağu aleynə. Deyib mi? Deməyib. Muaviyə radiyallahu anh və qoşun haqqında deyib mi? Deyib. Aydındır. Muaviyə radiyallahu anh və qoşun haqqında deyib ki, ixvanuna, qardaşlarımızdır, döyüşürlər, öldürürlər. İki də tayfa arasında fərqə bax, öldürür, hətta İbn Abbas ilanı göndərmirdi oraki söhbət biləsən. Qoymurdu, deyirdi, getməklə. Məndə onlar üçün bir dənə qılıncdır, qutağında. İbn Abbas ilanı deyir ki, gedim söhbət edeyim, görüm nə var da. Düşünə bilərsən ki, subhanallah, İbn Abbasla elədi, mən də gedim söhbətliyim. Ged elə, əgər sən İbn Abbaslansan, belə bir dənə şey gələ bilər. İndişin xavarici o vaxtın şey deyil, qardaş, o vaxtın xavarici tabiin idi. Quranı əzbər bilirdilər, sünnəni bilirdilər. Sahabənin tələbəsi idi o. Sahabənin öyrətdiyi adamlar idi, bilirsən? Sən bu gün özü etibarlısan ki, sən azmayasan,